Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil li veliyyikel fərəc. Məkasib kitabında yalan bölümündən ikinci dərsi oxuyuruq. Keçən dərsimizdə bir neçə dənə rivayət oxumuşduq. Rivayətlərin bir neçəsi dəlalət eləmişdi ki, yalan danışmaq günah-ı kəbirədir. Yəni, böyük günahdır. Bu gün də elə həmən bəhsin haqqında bir neçə rivayət oxuyarıq. Bəli, bugünkü oxuduğumuz rivayətlər də elə dəlalət eləyir, yalan danışmaq böyük günahlardan hesablanır. Ona görə də mərhum Şeyx Murtəza Ənsari buyurur və yuəyyiduhu ma ənil əskəri əleyhissalam. O, qabaqdakı oxuduğumuz rivayətlərə müəyyiddir. Yəni, o biri rivayətlərə, keçən dərsimizdə oxuduğumuz rivayətlərə güc verir. Bu rivayət ki, İmam-ı Əskəri əleyhissalamdandır. Rivayət belədir, Həzrət buyurur, Cu'ilətil xəbais kulluha fi beytin vahidin. Bütün pis işlər elə bir dənə otaqda cəm olub. Və cu'ilə məfatihuha əl-kizb. Və o, ya miftahuha əl-kizb. O, evin, o otağın miftası, qapısının açarı yalan qərar verilib. Təsəvvür elə bir dənə otaqda bütün pisliklər cəm olub, onun açarı da yalan danışmaqdır. Elə ki, yalan danışdın, elə bil bütün pisliklər artıq hamısı yayıldı. İlə axirəl hədis. Fə innə miftahəl xəbais kulluha kəbirətun la məhalə. Bəs həqiqətən bütün pis işlərin açarları da hamısı günah-ı kəbirədir. Əgər pis bir işin vücuda gəlməyində bir şey səbəb olursa, təbii ki, o günah-ı kəbirədir. Nəinki səğirə. Və yumkinul istidlal əla kovnihi minəl kəbair bi qovlihi taala. Mərhum Şeyx buyurur, mümkündür biz istidlal eləyək yalan danışmağın günah-ı kəbirə olmaqlığına Allahın bu ayəsi ilə. Nəhl surəsinin 105-ci ayəsi Uca Allahımız buyurur, Bismillah, innəmə yəftəril kədibə əlləzinə la yu'minunə bi ayatillah. Yalnız yalan danışanlar o şəxslər ki, onların Allahın ayətlərinə imanları yoxdur. Fəcələl kazib qeyru mu'min bi ayatillah kafirən biha. Allah bu ayədə yalancını Allahın ayələrinə inanmayan qərar veribdir. Allahın ayələrinə kafir qərar veribdir. Baxdı ki, belə oldu, elə bu günah-ı kəbirədir. Bu böyük günahdır. Və lizalikə kulluhu ətləqə cəmaətun. Elə buna görə bir dəstə cəm olan alimlər mütləq qoyublar.
Kal fazileyn, fazileyn yəni muhakkik və əllamə və şəhid-i sani və şəhid-i sani fi zahiri kəlimatihim. Onların sözlərinin zahiri budur ki, kovnuhu minəl kəbair. Yalan danışmaq böyük günahlardandır. Min qeyri fərqin beynə ən yətərəttəbə əla xəbəril kazib məfsədətun av la yətərəttəb əleyhi şeyun əslə. Onlar fərq qoymayıblar. Deməyiblər ki, o yalan ki, məfsədəsi var və yaxud o yalan ki, onun heç məfsədəsi yoxdur. Məsələn, yalan ki, məfsədəsi var, tutarın biri yalan danışır, iki nəfəri bir-birinə düşmən eləyir. Burada məfsədəsi var. Bir dəfə də mümkündür, bir nəfər bir yalan danışır ki, zarafat eləyir. Məsələn, zarafatan bir dənə yalan danışır. İnsanları güldürmək üçün yalan danışır. Bunun heç bir məfsədəsi yoxdur, zərəri yoxdur. Amma alimlər mütləq şəkildə qoyublar. Deyiblər, hər ikisi yalandır və hər ikisi böyük günahdır. Və yuayyiduhu ma ruviyə ənin nəbi sallallahu aleyhi və aleyh fi vəsiyyətihi li Əbi Zər. Bizim bu sözümüzü dəstəkləyən, yəni yalan günah-ı kəbirədir. Buna dəstək verən Peyğəmbərin bu sözüdür ki, Əbi Zərə vəsiyyət eləyibdir. Peyğəmbər buyurub Əbu Zərə, vaylun lilləzi, vay olsun o şəxsə ki, yuhaddis, o söz nəql eləyir, fəyəqzib və yalan danışır. Liyəzhəqil qovm, yalan danışır ki, onun ətrafdakiləri qol gülsünlər. Vaylun ləhu, vaylun ləhu, vaylun ləhu. Peyğəmbər 3 dəfə buyurdu, vay olsun belə şəxsə. Bəs bu hədis dəlalət eləyir ki, fərqi yoxdur. Bu yalanın məfsədəsi olsun və yaxud olmasın. Bunun bir əsər, pis əsəri olsun ya olmasın. Hər iki təqdirdə bu günah-ı kəbirədir. Necə ki, Həzrət burada buyurur, bir nəfər insanları güldürmək üçün, şadlıq qəlblərinə daxil eləmək üçün yalan danışır. Yenə də bu haramdır və günah-ı kəbirədir. Fəinnəl əkazib əl-muzhikə la yetərəttəb əleyhə qalibən iqaun fil məfsədə. Çünki o güldürən yalancılar, onların yalanlarına qalibən çox vaxt heç bir məfsədə baş vermir. Onlar sadəcə yalan danışıb cəmaatı güldürürlər. Amma Peyğəmbərimiz 3 dəfə buyurdu ki, vaylun ləhu, vaylun ləhu, vaylun ləhu. Vay olsun ona, vay olsun ona, vay olsun ona. Bəs Peyğəmbər vaylun ləhu 3 dəfə dedikdə, deməli, o günah-ı kəbirədir. Nəm fil əxbar ma yəzhər minhu ədəmu kovnuhu aləl itlaq kəbirədir. Mərhum şeyx buyurur, bəzi rivayətlər var ki, o rivayətlərdən, o xəbərlərdən belə zahir olur ki, mütləq şəkildə yalan danışmaq günah-ı kəbirə deyil. Bəlkə bəzi yerdə günah-ı kəbirədir, bəzi yerdə günah-ı kəbirə deyil. Məsələn, o rivayətlərdən biri budur. Mislu rivayəti Əbi Xədicə ən Əbi Əbdillah əleyhissalam. Məsələn, Əbi Xədicənin rivayəti İmam Sadiq əleyhissalamdan. Həzrət buyurdu ki, İnnəl kizbə ələllah və rasulihi minəl kəbair. Həzrət buyurdu, əgər bir nəfər Allah və Peyğəmbərə yalan danışsa, minəl kəbair, yəni onların dilindən yalan danışsa, bu böyük günahlardandır. Necə ki, oruç tutan halda da belə bir yalan danışsa, orucu batil olar.
فإن ظاهرة باختصاص الكبيرة بهذا الكذب الخاص. Bəs bu rivayətin zahiri budur ki, günah-ı kəbirə olmaqlığın bu xüsusi yalana məxsusluğu var. Yəni Allahın və Peyğəmbərin dilindən yalan danışan adam günah-ı kəbirə eləyib. Hər yalan yox. Çünki burada buyurur, innəl kizbə ələllah və rəsulihi minəl kəbair. Allah və Peyğəmbərin dilindən yalan danışan böyük günahlardan eləyibdir. Məfhumu budur ki, yəni bunlardan başqa yerdə yalan danışda günah-ı kəbirədən deyil. Bu rivayətin məfhumu bunu deyir və lakin mərhum şeyx buyurur ki, mümkündür bu rivayəti həml eləyək o günah-ı kəbirəyi ki, şiddətlidir. Yəni deməyək ki, elə bu yerdə günah-ı kəbirədir. Bəlkə deyək, ümumi günah-ı kəbirədir. Amma imam ki, burada buyurur, innəl kizbə ələllah və rəsulihi minəl kəbair, yəni bu böyük günahların şiddətli yeridir. Ona görə də buyurur, lakin yumkin həmluha əla kunu hazəl kizbil xas minəl kəbairil şədidətil əzimə. Mümkündür bu rivayəti həml eləyək, deyək, bu xüsusi kiz, bu xüsusi yalan kəbair-i şədidə-i əzimədəndir. Yəni, böyük və şiddətli günahlardan hesablanır. Yəni, başqa yerlərdə də yalan danışsan günah-ı kəbirədir və lakin bu yerdə daha şiddətlidir. Mümkündür, belə həml eləyək bu rivayəti. Elhamdülillah Rabbil aləmin.